На какой вопрос можно найти ответ в тексте? Dinləmə mətnimizdə məşhur bir heykəltaraşla müxbirin söhbəti göstərilmişdir və heykəltaraş müxbirin suallarına cavabında öz əsərlərini yaratmadan öncə hər tərəfli hazırlandığı haqqında məlumat verir və o deyir ki, mətnimizin ikinci sözündə vardır. Прежде чем начать работу, я всегда стараюсь изучить вопрос со всех сторон. Подхожу основательно, читаю literaturu, художественную, историческую. Əsəri yaratmadan öncə bədii əsər oxuduğunu, tarixi əsərləri oxuduğunu və həmçinin əsəri yaratdığı zaman həmin əsərin müasir dövrün tələblərinə də cavab verməsi haqqında düşünür. Mətndən irəli gələrək mətnimizdə cavabı olan sualımız какую литературу читает скульптор перед началом своей работы variantını seçirik.